Salam əziz izləyicilərim, hər birinizi kanalımda xoş gördüm. Bugün mən sizə Facebook şifrəsini dəyişdirməyi, Facebook hesabınıza kimlərin daxil olduğunu, Facebookunuzun hansı nömrəyə, Gmail-ə, telefon nömrəsinə və yaxud elektron poçta hansına bağlı olduğunu göstərəcəm. Zəhmət olmasa, öncəliklə kanala abunə olub bəyənməyi və rəy yazmağı unutmayın. Öncəliklə biz Facebooka daxil oluruq. Ən sağ küncdə olan, yəni şəklimizin üzərinə gəlirik, solda yox, sağda. Bura gəldikdən sonra aşağıda parametrlər və məxfilik bölməsi var. Buna bir dəfə kliklədikdən sonra bir daha ən yuxarı başda parametrlər bölməsi var. Parametrlər bölməsini bir dəfə kliklədikdən sonra yeni səhifə açılır. Burada hesab mərkəzi var, şəxsi məlumatlar, şifrə və təhlükəsizlik, reklam üstünlükləri, bir də mavi tık, yəni bildiyimiz təsdiqləmə nişanı var. Biz bir dəfə bura kliklədikdən sonra adi bir yerə, yəni kontekstin içərisinə. Burada var profillər arasında paylaşma. Bu Facebooku Instagrama və Instagram Facebooka bağlamaq üçündür. Hamısına bax vurduqdan sonra burada bizim belə deyək, keçidlərimiz var. Yəni Facebookdan hekayə paylaşanda Instagrama düşsün və yaxud düşməsin. Buradan sonra gəlirik şifrə və təhlükəsizlikə. Burada şifrəni dəyişin var. Şifrəni dəyişdirmək istəyəndə bizim qarşımıza, yəni Facebook səhifəmizlə açılan belə deyək, sosial şəbəkələr görsənir. Məsələn, mənim birinci Facebook, rəsmi Facebook səhifəmdir. İkinci Instagram səhifəsi, üçüncü isə rəsmi öz Instagram səhifəmdir. Bura daxil olmaq üçün cari şifrəni yazıram. Sonra isə yeni şifrə. Yeni şifrəni təkrarlayıb şifrəmi dəyişirəm. Yox, əgər siz cari şifrənizi bilmirsinizsə, şifrəni unutmuşsunuzsa vurursunuz. Kliklədikdən sonra bizim kod e-poçtu ilə göndər. Kodumu e-poçtu ilə göndərib basıram. Və yaxud başqa bir proqramda və yaxud başqa telefonda, məsələn, evdə qardaşınızın telefonuna Facebook hesabınızı yazmışsınızsa, sizin qardaşınızın telefonuna Facebookdan zınqrov işarəsində sizə bildirim gəlir. Siz o bildirimdə kodu həmin belə doğrulamalı kimi yazırsınız Facebookda doğrulamaq belə deyək xanasına, sizin hesabınız təsdiqlənir. Burada kodu e-poçta ilə göndərib basıram mən. Burada kodunuzu burada göndərdik. Yəni bu ulduzlanıb, ancaq mənim şəxsi Gmaillərimə ötürülüb. İndi isə mən gördüyünüz kimi artıq mailimə bir ədəd, yəni simvol düşdü, bir ədəd bildirim gəldi. Mən daxil oluram. Burada şifrəmi daxil edirəm. Burada isə gördüyünüz kimi artıq mənim doğrulama kodum gəlib. Şifrənizi dəyişmək üçün daha bir addım. Salam Elsəvər. Parol dəyişdirmək sorğusunu aldıq. Yəni bu mənəm. Əgər mən olmasam bildirirəm ki, bu mən deyiləm. Yəni bu sizin əgər kod gəlirsə deməyin ki, mənəm. Gəlirəm kodu kopyaladıqdan sonra, baxın belə üzərinə bir ədəd vurursunuz. Burada kopyala var. Əgər kopyala olmasa 3 düymənin üzərinə basıb kopyala sözü orada yazılacaq. Kopyala klikləyirəm, kopyalanı vururam, kopyalayıram. Sonra isə 6 rəqəmli kodu daxil edirəm. 6 rəqəmli kodu daxil etdikdən sonra artıq mənim yeni şifrə yaratmaq istəyirəm. Burada isə hesabımın açıq ola biləcəyi hər yerdə məni Facebookdan çıxar. Yəni siz qardaşınızın telefonuna hesabınızdan qeydiyyatdan keçmişsinizsə və yaxud dostunuzun telefonundan siz öz Facebook hesabınıza daxil olmuşsunuzsa, avtomatik oradan çıxış verir, yəni hesab. Yəni bu hissəyə bağlıdır. Siz ola bilər sizin bir ədəd telefonunuz ola bilər,
Bir 2 ədəd fərq eləmir. Yəni telefon olsun. Bu kompüterdə də, personal kompüterdə də, yəni notebooklarda da, planşetlərdə də, yəni bütün elektronika, televizora qədər də, yəni siz ora Facebook yazmısınızsa, oradan da çıxış edir. Mən isə çıxışı təsdiqləyirəm. Yeni parol mən artıq yazıram. Parolumu yazdım. Yəni bu şifrəmi yazdım. Növbətini bir ədəd klikləyirəm. Növbəti düyməsini. Bir qədər gözləyirik. Aha, deyir ki, nəsə səhv baş verdi. Sessiyanızın vaxtı keçib. Mənə artıq avtomatik olaraq məni öz hesabımdan da Facebook atır. Sonra yenidən hesaba daxil oluram. Burada isə öz Facebook hesablarımızı, yəni gördüyünüz kimi daxil olmuşam. İndi isə sizə ikinci nüansı göstərim. Demək, ikinci nüansımız yenə ayrılara daxil oluruq. Yəni sağda biri var, solda şəklimiz var. Bu bizim profildə. Ancaq sağda ən küçükdə Messengerin altında olan hissəyə klik edirik. Klik etdikdən sonra artıq bizim mailimizə, Gmailimizə bizim mesajlar gəlir. Şifrəniz dəyişdirilib, şifrənin bərpa edilməsi. Yəni bu belə deyim sizə, məlumat daxil olur ki, mənim şifrəmi kimsə dəyişib və yaxud mən dəyişmişəm. Burada parametrlərə daxil oluruq. Parametrlər. Hesab mərkəzində ətraflı bax. Yenə adi bir yerə, kontekstin üzərinə vururuq. Burada şifrə və təhlükəsizlik. Burada 2 amilli belə də doğrulama var. Məsələn, şifrəmi daxil edirəm. Mənim kimsə daxil olanda, necə ki şifrəmi dəyişdirəndə avtomatik mənim Gmailimə, elektron poçtuma kod getdi. Burada yadda saxlanılmış giriş var. Yəni girişlərim nə üçündür, nə üçün saxlamışam, o var. Giriş açarım var. Giriş açarı yarada bilirəm. Parolumu itirəndə və yaxud telefonumu itirəndə hesabıma rahatlıqla girə bildim deyə. Daxil olduğunuz yerlər. Burada gördüyünüz kimi hesablarınıza daxil olmaq üçün yer hansı cihazlardan istifadə olunduğuna baxın. Tanınmayan bir giriş aşkar etdik. Cihazı nəzərdən keçirin. Burada Xiaomi Poco X7 Pro bu mənim telefonumdur. Guste bu mənim ikinci bir telefonumdur. 6 dekabrda daxil olub. Android isə bu yenə mənim telefonumdur. Yəni normaldır ki, Xiaomi Poco X7 Pro'dan əlavə bu Gmail'də də, yəni hesabları idarə edəndə görsənir Android olaraq. Sonra mənim Instagram belə deyək, hesabıma daxil olam. Yəni kimlər giriş edib. Bu Poco X7 Pro mənim telefonumdur. Redmi 9T mənim telefonumdur. Redmi Note 11S qardaşımın telefonudur. Windows mənim notebookumdur. Sonra Note 11S, yəni belə getdikcə naməlum cihaz. Bu da mənim kompüterumdur. Windows, bu da mənim telefonumdur. Yəni Windows telefon yox, üzr istəyirəm. Bu tabletdir. Bəli, bu da mənim tabletimdir. Şəxsi məlumatlarınıza baxmaq istəyirsinizsə, hansı mailə və yaxud Gmail'ə, nömrəyə bağlıdırsa, onu öyrənmək istəyirsinizsə, bunun asan bir yolu var. Yəni kontekst menüsündən gələndə şəxsi məlumatlara daxil olursunuz. Mənim ad günüm, doğum tarixim var. Əlaqə məlumatlarım var. Yəni çox güman ki, mən buranı blurlayacağam. Burada mənim mailim, yəni elektron poçt ünvanlarım var. Yəni əlavə olaraq 3 ədəd belə deyim sizə bir-birinə bağlı olan Gmail və elektron poçtlara bağlamışam. Mobil nömrə də əlavə edə bilərəm. Mobil nömrəni daxil et. Deyir ki, bu nömrə üçün hesablar seçin. Mən Facebook, Instagram, hamısı üçün seçim. Telefonuma kod gəldi. Artıq nömrəmə kod gəlir.
Kodumu yazıram buraya. 172 432. 172 400 432. Bəli, növbətini vururam. Problem yarandı. Nömrə əlavə edilmədi. Seçdiyim hesablara. Çox güman ki, mənim Instagram hesabıma bağlamışam. Instagramıma çünki nömrəm bağlıdır. Ancaq Facebookuma nömrəm əlavə edildi. Yəni bu mənim əvvəlki, yəni rəsmi Facebook, Instagram hesabıma bağladığım üçün ora nömrə qeyd edilmədi. Çünki o nömrə artıq ora qeyd olunub. Yəni bu qədər əziz izləyicilərim. Yəni burada elə bir çətinlik yoxdur. Yəni hər bir kəsin düzəldə biləcəyi bir sadə bir üsuldur. Yəni mən bunu açıq-aydın izah etdim. Oldu əziz izləyicilərim. Allah amanında qalın. Əgər video sizin xoşunuza gəldisə, bəyənib abunə olmağı unutmayın.